Məsələn, Nəsimi kinosu çıxanda Moskvada çoxları çox təəccübləndi. Siz nə qəribə xalqsınız. Sizin az qala İsa Peyğəmbərə bərabər bir şəxsiyyətiniz olubdu. Biz heç bilməmişik. Hər xalq həqiqətdən ötürü ölən oğul yetişdirmir, ha. Var dövlətdən ötürü ölən oğlu hər xalq yetişdirə bilər. Qadından ötürü ölən oğlu da hər xalq yetişdirə bilər. Amma həqiqətdən ötürü ölən oğlu hər xalq yetişmir, hər əsrdə də yetişmir beləsi. Amma bu xalqın bəxtinə düşüb biri deyil, ikisi deyil. Eynəlquzat Miyanəçini, Sürəvərdini xatırlayaq. Bizim nizamimiz olub. Farsça yazmış olsa belə, o ki təfəkkürü Azərbaycan xalqına ötürübdür, onun farsça yazmış olsa belə təfəkkürü bizim dədə malımızdır. O təfəkkür də bizim dilimizi qidalandırır. Bu qəribə bir şeydir. Necə ki, Cəlaləddin Rumi farsça yazmış olsa da, Türkiyənin ən böyük xəzinələrindən biridir, bəlkə də birincisidir Konya. Və təfəkkür doğrudan da dilin əsasıdır və dili o adamlar inkişaf etdirir ki, o təfəkkürün ön cəbhəsindədir.